Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bu videoda bu açarlıqların sxemini sizlərlə bölüşürəm. Belədir. Mən bunu vilur ipdən və digər nazı ipin qarışığından toxudum. Əsas bədən hissəni vilur ipdən toxumuşam. Siz amma nazı ipdən də toxuya bilərsiniz, amigrom ipindən də istifadə edib toxuya bilərsiniz. Belədir. Çox asan sxemi var. Dəstək üçün kanalıma abunə olmağı unutmayın. Videoları bəyənməyi, yaxın toxucularla paylaşmağı unutmayın. Sxeminə keçək. Əjdahanı toxumaq üçün, yəni bu açarlığı toxumaq üçün əsas rəng olaraq, yəni bədən hissəsini vilur ipdən etdim. Bu istifadə etdiyim sarı rəng yarnart dolça ipidir. Siz istənilən vilur ipdən istifadə edə bilərsiniz. Sonra bu hissədəki və bu hissədəki ip bu rəngdir, yaşıl rəngdir. Bu ipin adı Madamello doku ipidir. Amma siz istənilən pamıq akril qarışığı ipdən istifadə edə bilərsiniz. Məsələn, yarnart cins, bizdə satılan yarnart cins var. Alize Cotton Gold Hobby var. Yəni bu iplərdən istifadə edə bilərsiniz. Gözlərini və ağız hissəni etmək üçün isə belə tünd rəngdə ip lazımdır. Bu iplər sizdə markası dəyişə bilər. Vilur ipi toxumaq üçün 3.5 mm milçədən istifadə edəcəm. Sancaq lazımdır belə. Yəni bu olmasa da olar, bu şərt deyil. Qayçı, iynə. Sonra bu nazik ipləri, yəni bu yaşıl rənglə daha doğrusu olan ipi toxumaq üçün isə 2.2 mm milçədən istifadə etdim. Siz 2,5 milli ilə də toxuya bilərsiniz. Yəni vacib deyil 2.2 olmağı. Sadəcə mən öz toxuduqlarımı qeyd etdim. İndi toxunmasına başlaya bilərik. İlk olaraq bədən hissədən toxumağa başlayacağım. Bunun üçün 3 zəncir çəkirəm. 1, 2, 3. 3 zəncir çəkdim. Vilur iplərlə toxuyanda mən sehirli halqa etmirəm. Sehirli halqanı 3 zəncir çəkirəm və ikinci zənciri sehirli halqa kimi qəbul edirəm. Yoxsa belə sehirli halqa kimi edib bura toxuyanda ipi dartanda ip qırılır. Ya gərək çox boş toxuyasınız və yaxud da ki ip qırılır. Ona görə də ən yaxşı variant bu variantdır. 3 zəncir çəkdim. Ortadakı ilməyə, yəni ortadakı zəncirə 6 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5 və 6. 6 ədəd sıx iynə toxudum. Keçirəm növbəti sıraya. Növbəti sırada ilk ilmək bu ilməkdir. Baxın, sancağa taxdığım ilmək. Növbəti sırada hər ilməyə cüt toxuyuram. Yəni 6 dənə ilmə var idi, hər ilməyə cüt toxuyuram. Bu oldu 1. Eyni ilməyə bir ədəd daha toxuyuram. Oldu 2. Növbəti ilməyə yenə cüt toxuyuram. Bu oldu 2 cüt. Üçüncü ilməyə yenə cüt toxuyuram. Sonra 4-cü ilməyə cüt toxuyuram. 5-ci ilməyə də cüt toxuyuram. Və sonuncu 6-cı ilmə burada cüt toxuyuram. Baxın, 6 ədəd cüt toxudum. İndi növbəti sıraya keçirəm. Bu sırada isə bir tək bir cüt toxuyuram. Bu sıra sonunda 12 ədəd sıx iynə alındı. Növbəti sıraya keçirəm. Növbəti sırada bir tək bir cüt toxuyuram. Bir sıx iynə toxudum. İndi isə cüt toxuyuram. Baxın, bir ədəd toxudum. Eyni ilməyə bir ədəd daha toxudum. Baxın, bir tək toxudum, bir cüt toxudum. Və bunu sıra sonuna kimi davam edirəm. Bir sıx iynə toxudum. Növbəti ilməyə isə cüt toxuyuram. Sonra yenidən bir sıx iynə toxuyuram. Növbəti ilməyə cüt toxuyuram. Yenidən
Bir sıx iğnə toxudum. Növbəti ilməyə cüt toxudum. Yenidən bir tək. Baxın, cüt toxuyuram bura. Bir cüt. Və sonuncu bir tək. Bir cüt. İndi keçirəm növbəti sıraya. Növbəti sıraya keçməzdən əvvəl bu sancaq əvəzinə fərqli rəngli ipdən istifadə edəcəm. Bu daha rahatdır. Bunu çıxartdım. İndi növbəti sıraya keçirəm. Bu sırada isə 2 tək bir cüt toxuyacağam. Amma bunu toxuyan vaxtda həm də ayaq hissələrini edəcəm. Bunun üçün bir ədəd sıx iğnə toxuyuram. Baxın, ipi qoydum bura. Bir ədəd sıx iğnə toxudum. İndi ayaqlardan birini edəcəm. Bunun üçün ipi doladım. Növbəti ilməyə bir ədəd, baxın belə. Toxudum. Yeni ipi doladım. Eyni ilməyə bir ədəd daha edirəm. 2 dənədən keçirirəm. Oldu 3 dənə. Yeni ipi doladım. İlk ikisindən bir də keçirdim. Oldu 4 dənə. İpi doladım. İlk ikisindən. Baxın, oldu 5 dənə. 5 dənə ip var burada. Amma 4 dənə trabzandır içərisində. Bu ilk olandır. Ona görə belə 5 dənədir. İndi bu 5 dənədən hamısından bir yerdə ipi keçirtdim. İpi keçirtdim. Əlimlə, baxın, barmağımla belə eləyirəm ki, bu tərəfə doğru çıxsın. Və növbəti ilməyə keçirəm. Növbəti ilməyə cüt toxuyuram. Baxın, cüt toxudum. İndi isə 2 tək toxuyuram. 1, 2. 2 tək toxudum. 1 cüt toxuyuram. İndi bir tək toxuyuram. Baxın, bir sıx iğnə toxudum. İndi digər ayaq edirəm. Yəni, eyni qayda ilə bir ilməyin içərisinə 4 ədəd trabzan toxuyuram. İpi doladım. Növbəti ilməyə bir ədəd toxudum. Yenə ipi doladım. Baxın, oldu belə. 2 dənə. 3 dənə. Və bu da 4 dənə. 4 ədəd oldu. Sonra hamısından bir yerdə ipi keçirdim. Baxın, oldu belə. İndi növbəti ilməyə cüt toxuyuram. Baxın, cüt toxudum. İndi isə sıra sonuna kimi 2 tək bir cüt toxuyuram. Və bunu 3 dəfə təkrar edirəm. Yəni, 1 tək toxudum. 2 tək toxudum. Növbəti ilməyə cüt toxuyuram. Sonra yenidən 1, 2, 2 tək toxudum. Yenə bir cüt toxuyuram. Sonra yenə 1, 2, 2 tək toxudum. 1 cüt toxuyuram. Baxın, oldu belə. Burada 24 ədəd sıx iğnə var. Əgər toxumağa yeni başlayırsınızsa, bu ilmələri saymaq lazımdır. Yoxsa sonra sxem düzgün gəlməz. Baxın, bunlar oldu ayaqlar. Görürsünüz, bilinir. İndi isə bu sıradan etibarən isə hər ilməyə bir ədəd toxuyacağım. 4 sıra artırma azaltma etmədən hər sırada 24 sıx iğnə olmaqla toxuyuram. İndi ilk sıranı göstərim. Baxın, 1. Burada ilməni itirməyin ayağın üstündə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Baxın, sıra sonuna gəldim. Bir sıra düz toxudum. Cəmi 4 sıra düz toxumalıyım. Bir sıra toxudum. İndi 3 sıra daha düz toxuyub qayıdıram.
və 3 sıra daha toxudum. Yəni cəmi 4 sıra toxudum. İndi bu sırada isə qollarını edəcəm. Baxın, sıra sonuna gəlmişəm. İpi qoyduğum yerə ipi buradan çıxardıram. Yenidən bu hissədə belə qoyuram. İndi 2 sıx iynə toxuyuram. 1 və 2. 2 sıx iynə toxudum. İndi qolları edirəm. İpi dolayıram. Yenə eyni ayaqlardakı kimi 2 oldu. Belə ikisindən, daha doğrusu birini keçirdim. Yenə ipi doladım. İlk ikisindən belə ipi doladım. Yəni 4 ədəd trabzan toxuyuram bir ilməyin içərisinə. Baxın, belə ipi doladım. Yenə ilk ikisindən ipi keçirdim. Burada 5 dənə olmalıdır. Baxın, burada 4 trabzandır. Bayaqda qeyd etdiyim kimi əslində 4 trabzandır. Bu ilk olan ilmə öncəki ilmədir. Ona görə belə 5 dənədir. İndi bu 5 dənədən hamısından bir yerdə ipi keçirdirəm və bundan sonra növbəti ilməkdən toxumağa başlayıram və 7 sıx iynə toxuyuram. 1 2 3 4 5 6 7. Baxın, 7 sıx iynə toxudum. İndi digər əli edirəm. Bunun üçün yenə eyni qayda ilə bu ilməyin içərisinə 4 ədəd trabzan toxuyuram. 1 2 3 və bu da 4. Oldu 5 dənə ilmə, 4 trabzan oldu, amma 5 dənə. Baxın, 5 dənə ilmədir. İndi bunların hamısından bir yerdə ipi keçirdirəm. Bundan sonra isə 13 sıx iynə toxuyuram. Baxın, 1, əlimlə belə edirəm ki, bu çöl tərəfə çıxsın. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. Baxın, toxudum. Və burada yenə 24 sıx iynə var. Yəni artırma azaltma etməmişəm. 24 ədəd sıx iynə var. İndi isə 4 sıra yenə eyni qayda ilə 4 sıra artırma azaltma etmədən düz toxuyuram. İndi ilk sırasını toxuyum. Baxın, burada ilmələri itirməyin. Bu qolları toxuduğum hissədə ilmələri itirməyin. Ona görə də saymaq yaxşıdır. 1 2 3 4 5 6 7 8 9 10. Baxın, qolun üzərində 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24. Baxın, bir sıra düz toxudum və saydım. 24 sıx iynə oldu. 24 olmalıdır. Bundan sonra isə 3 sıra daha artırma azaltma etmədən düz toxuyuram. Yəni hər sırada 24 sıx iynə olmaqla 3 sıra toxuyub yenidən qayıdıram. Və 3 sıra daha düz toxudum. Yəni cəmi 4 sıra oldu. İndi isə bu sıradan etibarən isə azaltmağa başlayıram. Yenə ipi sıra başlanğıcına qoyuram və azaltmağa başlayıram. 2 sıx iynə toxuyuram. 1 2 2 sıx iynə toxudum. 1 azaltma edirəm. Yəni bu sırada 2 tək bir azaltma edirəm və bunu sıra sonuna kimi təkrar edirəm. Yenidən 1 2 2 sıx iynə toxudum. 1 azaltma etdim. 1 2
2 sıx iğnə toxudum. Yenidən azaltma etdim. Sıra sonuna kimi bunu təkrar edəcəm. 2 sıx iğnə toxudum. 1 azaltma. 1 2 2 sıx iğnə toxudum. 1 azaltma. Yenidən 1 2 2 sıx iğnə toxudum. Yenə azaltma etdim. Baxın, ilk azaltma sırasını etdim. İpi yenə çıxardıram buradan. İndi içərisini dolduracağım. Belə doldururam içərisini. Baxın, belə doldururam. Belə oldu. Bir sırada azaltma edim, sonra bu hissəni tam dolduracağım. Və indi yenidən azaltmağa başlayıram. Bu sırada isə bir sıx iğnə toxuyuram və bir azaltma edirəm. İpi sıra başlanğıcına qoydum. Bir sıx iğnə toxuyuram. Sonra isə bir dənə azaltma edirəm. Və bunu sıra sonuna kimi təkrar edirəm. Cəmi 6 dəfə təkrar edəcəm. Yəni bir tək, bir azaltma. Baxın, bir tək, yəni bir sıx iğnə toxudum. Bir azaltma etdim. Yenidən bir sıx iğnə toxudum. Bir azaltma etdim. Bir sıx iğnə toxudum. Bir azaltma etdim. Bir sıx iğnə toxudum. Bir azaltma etdim və sonuncu bir sıx iğnə toxudum. Bir azaltma etdim. Baxın, azaltma etdim. İndi növbəti sırada isə hər ilməyi azaltma edirəm. Yəni burada 12 sıx iğnə qalır. Yeni qeyd etdiyim kimi, əgər toxumağa yeni başlayırsınızsa, hər sıranı sayın. İlmələrin sayı düzgün gəlsin. İndi bu sırada 12 sıx iğnə qalıb və burada azaltma edirəm. 6 ədəd azaltma edəcəm. Baxın, bu 1. Bu 2. Üçüncü azaltma. İndi içərisini doldururam tam. Çünki artıq bağlanacaq baş hissə. Baxın, bu hissələri doldururam. Hər tərəfi eyni olsun. Baxın, belə. 3 ədəd azaltma etmişdim. İndi davamını edirəm. Bu 4-cü azaltma. Beşinci azaltma və sonuncu. Axıra yaxın olanda ilmələr çox belə bağlandığı üçün biraz çətin olur. Və bu da oldu 6-cı azaltma. Sonra növbəti ilməyə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkib ipi kəsirəm. İpi kəsdim. Baxın, belə oldu. Bədən hissə artıq hazırdır. Baxın.
İndi isə quyruq hissəni edəcəm. Quyruq hissə üçün yenə sehirli halqa edirəm. Sehirli halqanı isə 3 zəncir çəkərək gedirəm. Yəni, baxın, bunu qoymuram. Bunun üçün 3 zəncir çəkirəm. 1, 2, 3. 3 zəncir çəkdim. İkinci zəncirə 6 ədəd sıx iynə toxuyuram. 1, ilk ilməyə sancağı qoyum. 1, 2, 3, 4, 5, 6. 6 ədəd sıx iynə toxudum. Növbəti sırada ilk ilməyə cüt toxuyuram. Baxın, bunu buradan çıxartdım. Bura cüt toxuyuram. 1 ədəd toxudum. Hələ cüt toxumamışam. 1 ilmə toxudum. 1 ilmə toxudum. Eyni ilməyə 1 ədəd daha toxuyuram. Yəni cüt toxudum. Baxın, oldu cüt. İndi bundan sonra isə hər ilməyə 1 ədəd toxuyuram. Yəni 5 sıx iynə toxuyuram. 1, 2, 3, 4 və 5. 5 ədəd toxudum. İndi növbəti sıraya keçirəm. Növbəti sırada yenə ilk ilməyə cüt toxuyuram. Baxın, bura cüt toxuyuram. 1 ədəd toxudum. Eyni ilməyə 2 ədəd sıx iynə toxudum. Buradan sancağa qoyuram ki, bu kiçik olduğu üçün itməsin ilmələr. Baxın, bu sıra başlanğıcı oldu. Çünki cüt toxudum artıq. Sonra isə hər ilməyə 1 ədəd toxuyuram sıra sonuna kimi. Yəni 6 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6. 6 ədəd sıx iynə toxudum. Növbəti sırada yenə bir cüt toxuyuram. Bir cüt toxudum. Bir cüt toxuyandan sonra 7 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7. 7 ədəd sıx iynə toxudum. Növbəti sıraya keçirim. Növbəti sırada yenə bir cüt toxuyuram. Baxın, 1, eyni ilməyə 2. Yəni bir cüt toxudum. Bir cüt toxuduqdan sonra bu dəfə isə 8 sıx iynə toxuyuram sıra sonuna kimi. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 ədəd toxudum. Növbəti sıraya keçirəm. Növbəti sırada artıq buna ehtiyac yoxdur. Növbəti sırada bir cüt toxuyuram. Baxın, bir cüt toxudum. Bundan sonra isə 5 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4 və 5. 5 ədəd sıx iynə toxudum. Növbəti ilmək ilə ilmək sürüşdürmə edirəm. Sonra isə bir zəncir çəkib ipi kəsirəm. İpi biraz uzun saxlayıram. Quyruğunu bədən hissəyə öz ipi ilə tikəcəm. Baxın, belə. İçərisinə az sindifon doldururam. Baxın, belə.
Belə doldururam. Baxın, bu vara ilmək sürüşdürmə etmişdim. İlmək sürüşdürmə etdiyim hissə alt hissədə qalacaq. İndi onu göstərirəm necə. Baxın, bu belədir. Baxın, belə. Bu qalır aşağı hissədə. Baxın, bu formada. Və indi uzun bir dənə iynə götürürəm. Bu çox uzundur. Baxın, bunu buradan sabitləmək üçün belə edirəm ki, tərpənməsin. Bunu dikim. İndi bunu saplayıram. Bu velur iplərin ucunu yandıranda ipi tökülmür. İndi yanımda olmadığı üçün. Baxın, indi bunu bura tikirəm. Baxın, belə deyil, bu qabaq hissəsidir. Görürsünüz, qolları, ayaqları qabaqdadır. Arxa hissədə yoxdur. Quyruğu da belə, bu formada tikirəm. İndi bunu bura bərkidirəm. Bir ilmə ayaqdan götürürəm. Bədəndən götürürəm. Bir ilmə də quyruqda. Baxın, belə. İynəni bura taxmasam, bu tərpənər, adam tikə bilməz rahat. Ona görə də uzun bir iynə ilə sabitləyin, sonra tikin. Baxın, belə. Quyruqdan götürürəm bir ilmə, sonra bədəndən. Baxın, belə. Və bunu bu istənilən yerdən iləni çıxartmağa. Bunu artıq çıxartıram. Ehtiyac yoxdur. Onu artıq tikdim. Belə baş hissədən çıxardıram. Bura açıqda hələ. Bunu belə buradan çıxardıram. Baxın, quyruq hissə hazırdır. İndi isə qalır digər yerləri. İpi kəsirəm. İndi hələ ki, bu ip burada belə açıq qalsın. İndi isə bu qarşısındakı yumrunu edəcəm. Bunun üçün yaşıl rəng ipi götürdüm. Bu iplərdən isə sehirli halqanı adi qaydada edirəm. Mən belə edirəm. Baxın, əlimi belə ortadakı barmağı tuturam, fırladıram onun başına. Əlimdən tuturam. Baş barmağımdan ipi tutdum. İndi buradan ipi salıram, kurçoku salıram. Baxın, bu ipi belə götürdüm. Amma baş barmağımda tutduğum ipi buraxmıram. Belə götürdüm. Bir ədəd zəncir çəkdim. İndi bu iki ipi bir yerdə toxuyuram. Baxın, bunun üzərinə toxuyuram. 1, 6 ədəd toxuyuram. 2, 3, 4, 5, 6. 6 ədəd toxudum. Sonra əlimi buradan belə tuturam. İpi çəkirəm. Möhkəm ipi çəkirəm və bura bağlanır. Baxın, orta hissə bağlanır. İndi növbəti sıraya keçirəm. Növbəti sıraya keçməmişdən qabaq burada ilmək sürüşdürmə edirəm. Sonra bir zəncir çəkdim. İndi hər ilməyə cüt toxuyuram və dibdəki ilmədən başlayıram. Baxın, bu dibdə ilmək sürüşdürmə etdiyim ilmədən başlayıram. Baxın, 1, 2. Eyni ilməyin içərisində 2 ədəd toxudum. Növbəti ilməyə keçirəm. 1 ədəd toxudum. Eyni ilməyə 1 ədəd daha toxudum.
növbəti ilməyə yenə cüt toxuyuram. Yəni hər ilməyə cüt toxuyuram sıra sonuna kimi. Yenə cüt toxuyuram. Bir ədəd toxudum. Bir ədəd daha toxuyuram. Baxın, 2 ədəd toxudum. İndi ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Bu ipi belə edirəm, bağlansın bu hissə tam. İndi növbəti sıraya keçirəm. Növbəti sırada isə dibdəki ilməkdən başlayıram. Bir tək bir cüt toxuyuram. Bir tək toxudum. İndi isə cüt toxuyuram. Yenidən bir tək, bir cüt, yenə bir tək, bir cüt. Yəni bunu 6 dəfə təkrar edirəm cəmi. Bir tək toxudum, bir cüt. Velur ipin ipləri tökülür bura. Sonradan bunun üzərindən onları, bu tökülən ipləri skoç vasitəsindən çıxartmaq olur. Bir tək toxudum. Bir cüt. Yenidən bir tək. Bir cüt. Və ipi kəsirəm. İpi biraz uzun kəsirəm. Çünki bu iplə tikəcəm üzərinə. Baxın, burada ilmək sürüşdürmə etməmişəm. Baxın, ipi belə dartıram, çıxır. İndi iynəni götürdüm. Baxın, iynəyə saplayıram. İndi necə edirəm? Bu dairənin yaxşı alınması üçün, baxın, bu ucu miz olan iynələrlə əgər işləmək narahatdırsa, arxa tərəfi ilə edin. Yəni, heç bir fərqi yoxdur. Baxın, bu hissədən, ilk sümbül var idi, ilk ilmə. Onun alt hissəsindən iynəni keçirdim. Baxın, keçdi. Çox möhkəm dartmıram. Sonra, baxın, bu sonuncu ilmə var idi, belə V şəklində. Onun içərisindən iynəni keçirdirəm. Baxın, bu 2 ipdən bir yerdə keçirdirəm. Görürsünüz, bu 2 ipdən bir yerdən keçirdirəm. Baxın, burada alındı yeni ilmə. Görürsünüz, ilmə alındı. Belə olanda səliqəli olur. İndi bu oyuncağın üzərinə tikirəm bunu. Baxın, bunun üçün belə qısa olan ipi içərdən keçirdirəm. Belə. İndi bunu bura bərkidirəm. Yəni, bura dikəcəm. Bu ipin özü nazik ip olduğu üçün bunu tikəndə də elə öz ipi ilə tikirəm. Onda da gərək nazik iynə ilə tikim. Qalın iynə ilə tiksəm bunu belə deşəcək. Yəni dəliklər əmələ gələcək. Ona görə də qalın iynə ilə tikmirəm. Nazik iynə ilə tikirəm. Baxın, belə. Bunu əgər sizdə varsa, kley ilə də yapışdıra bilərsiniz. Onsuz da bu burlokdur. Kley ilə də yapışdıra bilərsiniz. Sonra bir neçə yerdən bənd eləyə bilərsiniz. Bəlkə də bilərsiniz. Mən indi tikirəm bunu. Baxın, belə. Oyuncağın hissələrini tikməkdə əsas yerlərindən biridir. Yəni, gərək səliqəli olsun.
tikirəm. Səliqəli etməyə çalışıram. Bu arada kanalıma abunə olmağı unutmayın. Yeni videolardan xəbərdar olmaq istəyirsinizsə, bildirimləri açıq qoyun və videoları bəyənməyi unutmayın. Yaxınlarınızla, toxucularla paylaşa bilərsiniz. Əgər siz də toxsanız mənim sxemlərimdən mənə yollamağı unutmayın. Mənə də maraqlı olar oyuncaqları görmək. Və artıq bitdi. Bu baş hissədən çıxardım elə. Baxın, buradan çıxartdım. Onsuz da bu qısa olan ipi, yəni kəssəm də sökülmə ehtimalı yoxdur. Bu içəridən olan ipi idi. Ona görə də bunu kəsirəm. Baxın, belə. Bu da uzundur, bunu da kəsim. Oldu belə. İndi isə üzərini və gözlərini edəcəm. Birinci gözlərini və ağız hissəni edim. Onun üçün də tünd rəng ipdən istifadə edirəm. Baxın, belə götürürəm. Bu dəfə isə qalın iynə ilə dikəcəm. Gözlərini edirəm. Gözlərini, iynəni buradan salıram. Baxın, belə deyim, qolun üstündəki sıra yox, o birisi sıra yox, onun üstündəki sıra. Yəni buradan saysam 1, 2, 3, 4, 5. 5 ilə 6-cı sıra arasına baxın, ipi belə keçirdim və belə maili şəkildə baxın, belə. İndi sonra bu ipi keçirdiyim yerdən bir sıx iynə digər tərəfə keçirəm. Baxın, belə yenə maili formada tikirəm. Belə. İndi digər gözdən çıxartdım. İndi daha yaxşı bilinməsi üçün baxın, ipi dolayıram üzərinə. Alt hissədən keçirdirəm, belə. Həm də belə edəndə biraz dairəvi şəkildə olur, belə. Onda da yaxşı görünür. Ona görə elə edirəm. Baxın, belə. Belə ilk gözü etdim. İndi digərinə keçirəm. İndi yenə bu aşağı hissədən iynəni keçirdirəm. Belə. Baxın, oldu belə. İndi ağız hissəni edirəm. Ağız hissəni isə gözün bitdiyi yerdən bir sıra aşağıdan iynəni keçirtdim. Baxın, belə. Eyni gözdəki kimi burada da edirəm, belə. İynəni yuxarı hissədən keçirdirəm aşağı. İpi üzərinə dolayıram, elə bilin. Onda həm səliqəli görünür, həm də görünüşü də yaxşı olur məncə.
Baxın belə. Baxın oldu belə. Bu yumruğunu biraz aşağıdan da tikmək olardı. Geniş birinci gözün ağzını eləyərdim, sonra bunu tikərdim. Siz bunu biraz aşağıdan tikərsiniz. İndi bu ipləri bağlayıram burada. Bunlara artıq ehtiyac yoxdur. Baxın. Və bunları kəsirəm. Sonra isə bunlar artıq lazım deyil. Sonra bu ikisini də belə düyünləyirəm. Yəni heç buranı, bu hissəni bağlamıram. Bunu belə düyünləyirəm. İpi kəsirəm. Sonra bunu da keçirdirəm içəri. Baxın belə. İndi bunun üzərindəki bu hissəni edəcəm. Bunun üçün yaşıl rəngi götürürəm. Baxın, biraz belə saxlayıram. İndi nazik olan milçə ilə, yəni 2.2 milli milçə ilə toxumağa başlayıram. Baxın, bu hissələrdən milçənin istiqaməti bu formada olsun. Belə əyri, bu tərəfə və yaxud da belə olmasın. Baxın, belə. Hardan yer tapsaz, oradan. Baxın, ipi keçirdim. Bu qısa olan ipi barmağımla tuturam. Bir zəncir çəkdim. Eyni yerə bir ədəd sıx iynə toxuyuram. Baxın, bir ədəd sıx iynə toxudum. İpi doladım. İndi bu ağız hissə var idi. Burada altı sıx iynə var idi. Bunun ikisini bir yerdə, istiqaməti baxın belə. İstiqaməti, kurçokun, milçənin istiqaməti bu istiqamətdə olsun. Belə. Baxın, bir ədəd, biraz qaldırıram yuxarı, yəni sıx toxumuram. Baxın, bir ədəd trabzan toxudum. İpi doladım, eyni yerə 5 ədəd daha toxuyuram. Yəni cəmi 6 ədəd trabzan toxuyuram. Bu oldu 2, 3, 4. Baxın, ipi belə uzadıram. Görürsünüz? 5 və bu da 6. İndi baxın, bunu belə edəcəm. Çox belə dartmıram. Belə dartsam, baxın, belə bu da yapışır başını. Biraz dik qalması üçün biraz yaxınlardan, yenə qeyd etdiyim kimi milçənin istiqaməti belə düz olsun. Baxın, bir sıx iynə toxuyuram. Baxın, birinci alındı. Bir sıx iynə toxudum. İndi yanında bir yerdən bir ədəd daha toxuyuram. Bir dəqiqə. Baxın, bir ədəd daha toxudum. İndi digər bu yumrudan birində indi bura edirəm. Bunun üçün ipi doladım. Baxın, buradan belə 6 ədəd trabzan toxuyacağım. 1, eyni ilməyə 2, 3, 4, 5 və 6. 6 ədəd toxudum. İndi baxın, elə edəcəm ki, belə quyruğun üzərinə gəlsin. Ona görə bu tərəfə və yaxud da bu tərəfə belə getmirəm. Yəni, baxıram, düz toxuyuram. İndi bir sıra boş buraxdım. Baxın, 1, bir ədəd sıx iynə toxudum. Bu da ikinci sıx iynə. Baxın, alanda belə. İndi növbəti sıraya keçirəm, daha doğrusu növbəti buna keçirəm. Yenə ipi doladım. Baxın, 1, 2, 3, 4,
5 və 6. 6 ədəd trabzan toxudum. Yenə bir sıra boş saxlayıram və 2 sıx iynə toxuyuram. Baxın, 2 sıx iynə toxudum. İpi doladım. İndi yenə bir sıx iynə boş buraxdım. Bir sıx iynə yox, yəni bir sıra. İndi yenə 6 ədəd trabzan toxuyuram. 1 2 3 4 5 və 6. 6 ədəd trabzan toxudum. İndi məndə gəlir quyruğun üzərinə düşür. Sizdə yəni biraz yuxarıda da alına bilər, biraz aşağıda da. Yəni mənası toxuma qaydası belə oldu ki, bir sırada, iki sıra sıx iynə toxuyuram, bir sıra boş saxlayıram, sonra bunu toxuyuram. Yəni elə olur. İndi məsələn, baxın, məndə bir sıra budur, bura düşür. Bu hissələrə bura bir sıx iynə toxuyuram. Sonra yanındakına bir sıx iynə daha toxuyuram. Baxın, alındı belə. İpi doluyuram. İndi yenə bu hissəyə bir ədəd bundan edirəm. 1, 6 ədəd toxuyuram. 2, 3, 4, 5 və bu da 6. 6 ədəd toxudum. İndi bura sıx iynə toxudum. Və belə. Məndə bu hissəyə düşdü. Bu vəziyyətdə oldu. Baxın. İndi ipi kəsirəm. Bunu buradan belə dartıram, çıxır. Bunu saplayam. Hər hansı bir yerdən çıxardıram. Baxın, belə. İndi bu digər ipi də bu hissədən çıxardıb burada düyünləyəcəm. Baxın, belə. Və bu iki ipi burada düyünləyirəm. Və ipi kəsirəm. Baxın, alındı belə. İndi yanaq hissələrinə də çəhrayı rəngdən edəcəm. Belə nazik ip götürdüm, çəhrayı rəngdə. Belə. Hər hansı bir hissədən iynəni keçirdirəm. Gözün başladığı yerdən edirəm. Bir sıx iynəlik. Baxın, belə. Quyruğunu ilişdir. Baxın, belə. Və ipi kəsirəm.
oldu belə. İndi dəmirlərini də taxacağam. Gözlərini düzəldim. İndi başındakı dəmiri də taxım. İndi isə bu baş hissəsindəki dəmiri taxım. Bu yerinə dəmir yumru halqalardan da istifadə edə bilərsiniz. Mən indi bundan istifadə etdim. Baxın, bu hissədən bir yerdən belə keçirdirəm. Bunları, bu dəmirləri çantalara falan da asmaq olur. Ona görə bundan istifadə edirəm. Daha rahatdır, elə bilirəm. Həm açıqlara taxmaq olur, həm də ki çantalara. Baxın, alındı belə. Və artıq bitdi. Bu qədər. Mən ikisini toxumuşdum. Belədir. Biri belə yumru alınıb, ipdən asıldı o. Əslində eyni marka ipdir. Toxunuş formasından sıx toxumaqdan və yaxud da boş toxumaqdan asılı olaraq belə ölçüləri fərqli alına bilər. Yoxsa ikisi də eyni sxemdir. Baxın, belə alındı. Əgər bəyəndinizsə, dostlarınızla paylaşmağı unutmayın. Videoma rəy bildirin və bəyənin. Bildirimləri açıq qoyun ki, yeni sxemlərdən xəbərdar olasınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti sxemin hansı olmağını istəyirsinizsə, rəylərdə qeyd edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Növbəti sxemlərdə görüşənə qədər.